şok. Əziz izləyicilərim, sizə təqdim etdiyim bu ev həqiqətən də çox qiymətli olan evdir. Evimiz ümumi 7 sot torpağın içində yerləşir, 6 otaqdan ibarətdir. Bundan əlavə əzizlərim, evimizin qarşısında bax görürsünüz, maşallah, iş yeri üçün başqa yerə getməyəcəksiniz. İş yeriniz Çörəkpulu evin içindədir. Bax, bu belə böyük mağazinidir. Bunun arxasında belə yenə görürsünüz, paltar yığmağa qəşəng belə yeri var. Yerə müxtəlif çeşiddə. Mən də indi buradan paltar alacağım. Baxın əzizlərim, bir bunun paltarlarına. Görün nə gözəl paltarları var. Mən də büyün vaxtı yoxdur, axşam gələcəm. Bunlardan seçəcəm, inşallah oynayacağım. Pulla alacağım. Yəni mən ona vasitəçi haqqımı demişəm pulla. O da yəqin ki, mənə paltarı pulla verəcək. Bax, burada evimizin baxın. Yəni həmişə özünə tikilən evlərdə çox şeylərə üstünlük çox verirlər. Bax, bura hamamı. Burada əl yumağa yeri. Yəni çox qəşəng tikilmiş evdə əzizlərim. Burada sanuzeli. İndi də əziz izləyicilərim, gedəyin evimizlə sizi tanış edeyim. Əzizlərim, bura evimizin giriş hissəsidir. Bax, bura görürsünüz, maşallah. Görün neçə metrdə otağınız yekəliyi. Bax, bura qonaq otağıdır. Bax, burada böyük, görün bu boyda yataq otaqları əzizlərim. Bu da elə zaldır demək olar ki. Burada da yenə belə bir otağımız var. Əl artıq şeylər yığılıb. Əziz izləyicilərim, evimiz həqiqətən də külfət evidir. Çox böyük evdir. Hər kim də alsa əzizlərim xeyirli olsun. Bura mətbəx. Bu birisi də yenə böyük yataq otaqlardır. Əzizlərim, bura baxaq, indi gedəyin sizi həyətlə tanış edəcəm. Yəni həyəti də qışa çox böyükdür. Cücə saxlamağa yeri, təsərrüfat qurmağa çox qəşəng evdir əzizlərim. İndi gəlin bir də həyətinə də baxın. Evin də Wi-Fi, ondan sonra ev telefonu, demək olar ki, olmayan şey yoxdur da yaşamaq üçün. Bax, buradan evimizin həyətinə giriş hissəsidir. Buradan da əzizlərim, yenə evin dəmir darvazası maşın həyətə girir. Evimizin arxa tərəfində də, yəni heyvana saxlamaq üçün yer çox qəşəng proyektdir. Evin arxa tərəfində də, yəni burada olan heyvanatı heç vaxt yəni həyətdə görmür. Bax, burada gördüyünüz kimi indi qış ayı içəridə də töyük saxlamağı, bu həyətidir ki, həyətə buraxanda töyük hərrənsin deyə 1, 2, 3, 4 dənə otaqları görürsünüz. Burada əzizlərim, xırda, yəni müxtəlif yaşda, biri 20 günlük, biri 40 günlük cücə sexidir. Yəni, görürsünüz, fintiyatrda hava fintrasiya eləyən. Çox qəşəng evdir, qiyməti də 110 min manatdır. Çox qəşəng evdir, qiyməti də yaxşıdır. 110 min manatdır. Real alıcı ilə özü razılaşacaq.